Salam əzizlərim, videonun davamına xoş gəldiniz. Bundan əvvəl YouTube'da qazanclar, vergilər barədə video çəkirdim. Sadəcə vaxt bitdi, davamını edirəm. Deməli, iş kartı açdınız dediyim kimi. İş kartı YouTube dollarla göndərdiyi üçün dollarlandır. Əgər məsəl üçün burada TikTok, Instagramdan filan da qazanacaqsınız reklamlardan, əlbəttə ki, bizdəki əməliyyatlar hamısı manatlandır. Ona görə bir dənə də manat kartı açmalısınız. Yəni istəyir manat, istəyir dollar, nə gəlir gəlsin, toplam olaraq o ay manatla da olsa, dollarla da olsa bir dəfəlik o 100 manatı, bir də bir dəfəlik 16 manatı ödeyirsiniz. Amma artıq digərlərinin vergiləri ayrı-ayrıdır. Məsəl üçün, digər sahələrdən də etsəz, həmin böyündə yaxınlaşırsınız vergiyə və yaxud da ki, asan xidmətdə o böyünün biraz, necə deyim, şaxələndirirlər. O heç, nəysə, biz YouTube'dan danışırdıq. Ay bitir. Deməli, var, iki cür hesabat var. Var ödənişli hesabat, yəni ödəniş gəlibsə, var boş hesabat, yəni sizə ödəniş olmayıbsa. Değil mi? Belədir. YouTube hardasa ayın 28-i, 28-i üçün, 26-sı, 27-si, 28-i ayın axınacan belə sizə pul köçürdür. O da hardasa bir həftə, maksimum 10 gün ərzində, bu ay, misal üçün, apreldə 28-də ödədirsə, sizə mayda gəlir oturacaq. Yəni, artıq siz may ayından ödəniş hesabınız kartısı o olur axı. Nəysə, indi tutaq ki, aprel, may, iyun qutardı, iyul ayında gedirsiniz. Əgər kartınız vergilərə, mən Nərimanovda yaxınlaşıram, deyirəm belə, nömrə götürürsünüz, oturursunuz, o yalancılar var ya, mənim mühasibim, belə bir şirkət işlədir, mühasibim, YouTube'dan pul qazansın da, nə o məktəbə gedən uşaqlar və yaxud başı çıxmayan, ərindən alt paltarı üçün də zorla pul alan gəlinlərin, evdən bayıra çıxmayan evdar xanımlara niyə hörmətsizlik edib özünü ucatmaq üçün yalan danışırsan, onu bilmirəm. Mühasib falan lazım deyil. Elə orada sizə tam təmənnasız, pulsuz yardım edirlər. Yaxınlaşırsınız, orada artıq açırlar, görürlər, budur, gəlirlər, sizə hesablayırlar, deyirlər. Deməli, bir dənə hesabat verirlər o 100 manatla 16 manat barəsində. Bir dənə də hesabat olur, o 20% gəlirinizin ödəməyi. Biri 15 necəndir, biri 20 necəndir? Yaxşı olardı ki, 15 necə. Əgər ödənişli, yəni ödəniş olunub, artıq siz pul almışsınızsa, pullarınızı ödəmişsinizsə, gəlir vergisini, sosial müdafiəni, nə bilim, pensiya fondda, yəni tibbi sığortanı, amma hesabatı 15 necə verməmişsinizsə, gecikdirmişsinizsə, cərimə sanksiyası gəlir. Nə qədərdir bilmirəm, bizdən uzaq olsun. Amma yox. Bu ödəniş olmayıb gecikdirmişsinizsə, ona sanksiya gəlmir, amma gedin onu elətdirin orada. Onun üçün heç bir pul lazım deyil, heç bir mühasib tutmaq lazım deyil. Var bəziləri, mənim mühasibim, nə bilim, nə reklamı bir tək bir cütdür, mənim menecerim, mən menecerime reklam üçün pul verim, orada da heç nə yoxdur. Temoda trend yoldur, onun menecer lazım deyil. Bolt kimi də yanqudur. Tək bir cütdəki verirlər də, elə belə reklam üçün inanmıram ona vergi verir. Çünki var elələri, bir də görürsən, soruşursan, özünün başı çıxmır. Buradan belə bir nəticə olur ki, mən vergi ödəyirəm. Kiminsə vöyünündən istifadə edirək, ola bilsin ki, bilmir. Ona görə qədrimi bilin, mən sizə izah edirəm, heç bir mühasib lazım deyil. Və aparırsınız, verirsiniz. Fəaliyyətinizi dayandıracaqsınızsa, daha istifadə etməyəcəksinizsə, deaktiv filan etmişsinizsə, vöyünüzü gedib deaktiv elətdirə bilərsiniz. Bu da sizə vergilər barədə məlumat. Yəni, 1000 adam sayı 4000-də baxış. Hər kəsdə də qazanc bir cür olur, çünki baxış sayından asılıdır hər şey. Ola bilsin, mən 5 manat qazanım, siz açasınız 10 manat qazanasınız, obursa 15 manat qazansın, obursa 15.000 qazansın, digəri 4.000 qazansın. Yeganə bircə onu tam bilməm, mən sizə təqribən indi deyəcəm nə qədər baxış sayını nə qədər verir, təqribi. Onu özünüz Google-da araşdırarsınız. Mən biləm, ingilis dili kanallara daha çox verirlər, sonra rus dillilərə verirlər, amma Rusiyada olanların monetizasiyası kəsilib. Rusiyanın sanksiyaları var, amma digər kanallarda, məsəl üçün, siz rus dilli video çəkə bilərsiniz, amma Azərbaycanın vətəndaşsınız və Azərbaycandan vöyün almışsınız, o reklamı olacaq. Məncə deyəsəm, dənə Rusiyadan baxanlarda reklam dayandırılacaq, nəysə belə bir şeylər olmalıdır. Mən Azərbaycan dilində çəkirəm deyənə, Azərbaycan dilini anlayan ölkələr və yaxud soydaşlarımız hansı ölkədə yaşırsa, Rusiyadan baxırlar baxmağına. Amma soydaşlarımız hansı ki, Azərbaycan dilini anlayır. Türkiyədən də baxan var, Özbekistandan da, xaricdən də. Yenə də deyirəm, ya bizim dilimizi anlayanlar olur, ya da ki, Azərbaycan dilli insanlar olur. Belə deyil.
Belə, bu vergilər barədədir. Hardasa asan imzadır, vöyündə, obursudur, bubursu, kobud belə biraz şişirdilmiş. Hardasa 40 manata can pulum çıxdı. 30 neçə manat idisə belə. Nəysə. Belə kobud dildə, qaba dildə biraz çoxunu deyirəm. Deməli, və bura mən qeyd eləmişəm. Təqribən mən sizə deyəcəm nədir. Var, deməli, GPM üçün YouTube-un ödənildiyi, GPM reklam verənin ödədiyi məbləğdir. CPM-dir İngiliscə, Azərbaycanca CPM, CPM, CPM. Bir də var RPM, Azərbaycanca RPM, RPM, GPM və RPM. GPM nədir? Estağfurullah. CPM və RPM. CPM reklam verənin sizə ödədiyi məbləğdir. RPM-dəki sizin qazandığınız məbləğdir. RPM-ə görə, yəni sizin qazandığınız məbləğə görə, 1000 baxışa görə sizə nə qədər pul ödədiyini göstərir YouTube. RPM-ə görə YouTube, mən 30 bilirdim 45-də, amma məndən məncə 30% tutdu. Nə bilim, internet belə yazır, yenə də 30-45 belə götürün. RPM hesablananda YouTube özü 45% komissiya götürür, sizə qalan 55-ni verir. Mən bildiyim qədər, mən oranı dolduranda minimal ilə, ona görə deyirəm, o videoları tapım, mən rus dilli videolar tapmışdım. O videoların linkini verə bilmərəm, biraz özünüzü əziyyətə salın. Köylü balıq istəyədi, quyruğu suda gəlib. Bir tanışım mənə izah eləməmişdi. Mənim başım çıxmır, mən vaxtımda başqa cür doldururdular, sənin vaxtında bilmirəm, mənim bir padruqamda xahiş elədi, eləyə bilmədim. Onun üçün də kimsə doldurub, ya da ki, neysə. Anladınız. Məsələn, CPM, yəni reklam verən ödədiyi məbləğ $5 olarsa, RPM çox zaman daha aşağı olur. Olur $2.5. Yəni bu internetdən olan məlumatlarda mən sizə sadəcə izah eləyirəm ki, siz biləsiniz. Deməli, videolarında kontentinə asılı olaraq olur. Məsəl üçün olur təhsil, texnologiya, əyləncə, moda və gözəllik. Düzdürmü? Təhsilə görə hər 1000 baxışdan söhbət gedir. CPM $5-15 arasında 1000 baxışa verir, baxır. RPM isə $2.5-7 arasında. Texnologiyanın üzrə çəkirsinizsə, $4-dan $12 arası verir. 1000 baxış üçün RPM isə $2-dan $6 arası. Əyləncə çəkirsinizsə, $3-dan $8 arası verir. 1000 baxışa görə $1.5 $4-sa, $1 yarım, yəni $4-sa RPM-ə görə. Moda və gözəllikdən çəkirsinizsə əgər, $2-5 arası CPM üçün, $1-dan $3 arası da verir nə üçün? RPM üçün. Bu arada nə özünüzün, nə ailənizin maşın satmağa, bloger olması üçün heç bir ehtiyac yoxdur. O əfsanələrə inanmayın. Bəlkə dəyər dəyməzinə gedib o maşın avariya mı düşüb, nəsəmi olub, dəyər dəyməzinə satılıb və o pul heç belə də, yəni maşın üçün qəpik quruş olduğu üçün sizə indi qardaşınız, nə bilim, valideyniniz götürüb sizə məsəl üçün kompüter mu alıb, telefon mu alıb. Yəni orada heç nə satmaq lazım deyil. İnsanlar var, bacarığı var, kreativliyi var. Bir dənə telefonla elə çəkir, qaz vurur, qazan doldurur. Yəni o yalanlara da inanmayın. Studiya açmırsınız ki, elə yalanlar deyənlərin studiyası olmayıb ki, maşın satsınlar, bir studiya açsınlar. Qalanı, yəni yalancılara çox da inanmayın. Bu yenə də yalan danışmaq, başı çıxmayan izləyiciyə qarşı hörmətsizlikdir. Bu hörmətsizlik zəminində də özünü qaldırmaqdır. Siz də hörmətsizlik edənləri izləyirsinizsə, demək o sizə hörmətsizlik edirsə, siz də 5 artıq hörmətsizlik edirsiniz. Yenə də qazanclar barədə yerləşmədi bu video. Digər videonu izləməyi unutmayın. Yəqin ki, 3-cü hissədə bitirərəm. Bitirənməsəm artıq 4-cü hissə olacaq.